Bakıya elan edilmeden Sovet koşunları yerildi. O gecə Bakı sükuta yox, fəryada uyandı. Qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yana amansız atəşə tutuldu. O gecə yüzlərlə insan şəhid oldu. Minlərlə insan yaralandı. Həmin gün Bakı küçələri irtica vandallığının əsl simasını göstərən insan cəsədləri ilə doldu. 990-cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə Sovet ordusunun ağır texnikası Bakıya daxil oldu. Silahsız insanlara atəş açıldı. Qadın, uşaq, yaşlı demədən günahsız insanlar qətlə yetirildi. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. 20 yanvar Azərbaycan xalqının yaddaşına qanla, göz yaşı ilə, amma eyni zamanda milli qürurla yazılmış bir gündür. Azadlıq qorxu ilə yox, cəsarətlə qazanılır.